Bəzi insanlar var ki, üzümüzə deyə bilməsə də, arxamızdan deyir ki, yalan danışır Səfər və yaxud da ki, bu elm əsası yoxdur, ziddiyyətli məsələlər var deyə bizi günahlandırırlar. Mən deyim ki, ümumiyyətlə bu niyə paranormal araşdırma aparır? Niyə mən bu yola ümumiyyətlə başlamışam? Çünki mən uşaqlıqdan bu vətən, bu dövlət, bu xalqın pulunu yemişəm, belə deyim. Vətəndaşlarımız vergisini verib dövlətə olan borcunu. Oradan da dövlət bizim pensiyamızı, şəhidlik pulumuzu, maaşımızı veribdir. Və mən bu vətənin puluyla yekəlmişəm, böyümüşəm. Mən bu vətəndaşlarıma ən azından haqqı deyərək xidmət eləmək. Allahın Rəsulü sallallahu əleyhi və səlləm buyurub ki, zülmü dilinlə aradan qaldır. Bacarmısansa əlinlə aradan qaldır. Onda bacarmısansa qəlbində etiraz elə zülmə. Və biz bilirik ki, insanların etdiyi xəta və günahlardandır başına gələn müsibətlər. Və mən də bunları insanlara deyirəm, insanlara çatdırıram. Hətta o qədər kasıb ehtiyacı olan vətəndaşlarımız olub ki, xəstəxanaya, həkimə gedə bilməyiblər. Hətta gedib çarə tapmayan insanlar da var, gəlirlər. Biz onlara hansı xəta və günahları işlədiklərinə görə başlarına bu müsibətlər gəlib deyə onları yönəldirik. Bu pul müqabilində deyil, bu insanlıq müqabilidir. Çünki bütün vətəndaşlarıma mənim borcumdur. Borcumdur, vətəndaşlıq borcumdur və eyni zamanda bir şəhid övladı kimi mən vətənimə xidmət edirəm. Ona görə heç kim məni günahlandıra bilməz ki, sən kimsə inancından, imanından istifadə edib yönləndirirsən. Elə bir şey yoxdur. Və biz Allahın kitabı, Quran-Kərim və Peyğəmbərimizin sünnəsi və konstitusiyadan başqa bir şey tanımırıq. Kimsə bizə də hədə qorxu gələ bilməz. Biz dövlətimizdə, vətənimizdə, prezidentimizdə sevirik və biz müsəlmanıq Allahın iznilə və istəyirik ki, Azərbaycan xalqı da düzgün yaşasın, düzgün İslam yolunda həmrəyliklə irəliləsin. Allahın salamı, xeyir, bərəkəti olsun hər birinizə.